Üstündə İsveçrə bayrağındakı xaça bənzəyən işarə var və qalxan. 19-cu əsrdə yaranmış bıçaqdır. İçindən çoxlu alətlər çıxan bıçaqların atası sayılır. Bunu əskərlərdən ötürü hazırlayıblar əvvəlcə ki, əskərlər həm tüfəngi rahat açsın, təmir eləsin, yağlasın, həm də əskərə nə lazımdır, konserv açsın, bıçağından istifadə eləsin. Zaman keçdikcə içindəki alətlərin sayını artırıblar. Hətta son zamanlarda 20-ci əsrin 70-ci illərində deyirlər, NASA bundan xüsusi bir dəstəni sifariş edib ki, kosmosa gedən adamlara da versinlər. Ki orada da bir dəfə istifadə olunub, deyirlər, qapı ilişibmiş nəyəsə, adam bunun bıçağından istifadə edib qapını açıb. Həmin kosmonavt deyir ki, əgər dünyanı tərk edirsinizsə, mütləq üstünüzdə bir dənə bu bıçaqdan götürün. Keçən illərdə içindəki alətlərin sayı artır, azalır və fərqli məqsədlər üçün hazırlanır. Bu outdoordur. Bir dostumuz var, Murad, həkim. Əvvəlki videolarımıza baxanlar bilərlər onu. İndi Almaniyadadır. Bir neçə ay əvvəl gələndə bunu Almaniyadan gətirmişdi mənə. İngiliscə adı Swiss Army Knife-dır. Yəni İsveçrə ordu bıçağı. Bizim dildə bunun adı yoxdur yəqin ki, cib bıçağı deyə tərcümə edə bilərik hər halda. Şirkətin adı Victorinox-dur. Bunu ilk dəfə 1880-lərdə yanılmıramsa düzəldən adamın anasının adı Victoria olub. Bir müddət onun adına ithafən Victoria olub şirkətin adı. Sonra 1913-cü ildə paslanmayan polad kəşf olunur. Sondakı inox odur və onların ikisini birləşdirirlər. Brendin adı Victorinox olur. Bu məhsullarından sadəcə biridir hal-hazırda. Dünyanın ən məşhur, keyfiyyətli bıçaq istehsal edən firmasıdır. Bıçaqların ağzı da uzun müddət kəskin olaraq qalır. Bununla bağlı bizim ən xoşa gəlməz xatirəmiz bir neçə il əvvəl bir səfərdən qayıdanda təyyarədə bir baqaj hissəsi, bir də üstümüzdəki balaca çantalar var idi. O çantaların içində bizi saxladılar. Dedilər ki, içində nəsə alət var. Biz baxdıq bir-birimizə ki, yoxdur elə şey. Bir dostumuzun çantasında bundan çıxdı. İndi orada da özümüzü cinayətkar kimi hiss elədik ki, təyyarənin içinə bıçaq salmağa çalışırıqmış kimi. Yəni təyyarəyə minəndə əgər üstünüzdə daimi gəzdirirsinizsə belə növ bir aləti mütləq baqaj hissəsinə verin ki, çünki bizim əlimizdən aldılar, atdılar zibil qabına gözümüzün qabağında vaxtı ilə. Fərqli məqsədlərdə işinizə yarayası, amma çox yer tutmayası, həm də ağırlıq eləməyəsi bir alət axtarırsınızsa ala bilərsiniz.